Videomuza xoş gəlmisiniz. Deməli bugün Azərbaycan verilişlərində, yəni Azərbaycan efirlərində baş vermiş ən maraqlı və ən gülməli hadisələrə reaksiya verəcəm. Davamını istəyirsinizsə videoya like atıb aşağıdan kanalımıza abunə olmağı yaddan çıxarmayın. Çox uzatmadan keçdiyi videoya xoş izləmələr. Bu arada sual-cavab videosu çəkmək istəyirəm bu yaxınlarda. Suallarınızı yaza bilərsiniz. Yenə çox uzatmadan keçdiyi videoya. Çox uzatmadan deyirəm, video uzanır. Bu lap köhnə şeydə oxşadı. Köhnə videodur. Bugün həmrəylik günüdür. 2009 çıxır, 2010-cu il. Bu demək ki 2010-cu ilin videosudur. Qardaş birinci saçda dedi 2009, indi dedi 2010. Baxaq. Yəni ki bu qaz əlaqədən borclar silindi. 327 milyon əhalinin borcusundur. 327 milyon nədir? 300 əvvəllər yəqin ki 2010-cu ildə falan 327 milyon əhali olmuşuq. Qardaş deyir 327 milyon əhalinin borcu silindi. Nə danışır bu? Sevincə ilə əlaqədar sevincə oldu. Yəni minnətdaram ki, bizdən İlham Əliyevə cənablarına xahiş edirəm ki, yəni maaşla əlaqədar bir artım olsun, yaxşı olsun, yaransın, xoş arzular arzulayıram. Şey yaransın, xoş arzular arzulayıram. Xoş günlər arzulayıram deməkdənsə xoş arzular arzulayıram. Cümləyə baxa bir dənə. Uzun Dünya Azərbaycan Həmrəylik bayramına görə münasibətinə Vallahi mən də belə danışaram. Kimsə yəni mənə mikrofonla yaxınlaşsa ki, bir dənə danış bir iki kəlmə, mən də belə danışıram. Səbəb utandığımdan, qaqaş görmürsüz, qıraq-bucağa baxıb danışır ki, yəni yola versin də. Və kameranın qabağından qaçmaq olmur axı. Arzulayıram. Qalanlara can sağlığı, ölənlərə Allah rəhmət eləsin. Atasına da böyük uğurlar arzulayıram. Halal deyə qarşı ən azından ürək eləyib, yəni kameranın qarşısına çıxıb. Bunlar köhnədir. Ben 1933 ildə öz xahişimlə anadan olmuşam. Nə? Elgizin köhnə verilişi deyildi. Bu axırda deyəsən Elgizin səsini oxşatdım. Nə dedi belə? Öz xahişimlə anadan olmuşam. Nə? Öz xahişi ilə anadan olub. Yəqin ki, xahiş eləyib ki, mən anadan olum. Sonra doğulub. Nəysə ağır məsələdir. Necə oldu ki, onunla birbaşa işləmək şansına sahib oldunuz? Telefonun yoxdur, qulaq da adamı deyil. O keyfiyyət yoxdur. Videoda keyfiyyət deyə bir şey yoxdur. Sonra belə oldu ki, şəkil çıxdı. Sən gəlir. Vay. Ədemin. Olar təbii efirə telefonla girə bilməzdiniz, amma təəssüf ki, siz Gerek, girmişsiniz. ben yapma sıkıntırım onu ya. Söndürün, buyurun, söndürün. Telefonu söndürə bilmir. Soruşur ki, necə söndürür? Onun rahat yolunu deyim. Vur sındır, vəsə, özü sönəcək. Əziyyət çəkib, yəni düyməsini basmalı deyilsən daha. Necə sönür bu? Hiç bilirəm ki, necə sönür. Qoy qalsın əşək. Verin, mən onu aşağı söndürərəm. cibinə. Yox, qoydum aşağı. Telefonuna etibar eləmədi. Bir sözlə, belə oldu ki, mən şəkli çəkdim, gəldim onun üçün iki oturdu. Mən bunun şəklini çəkdim, şəklini mütləq piridi, gətir mənə götür. Ayda, davamını çəkməyiblər, ya da paylaşım etməyiblər. Məncə maraqlı bir söhbət olub. Mən nağardım ay Türkənsa. Mən saat dilim ağzım dəyibdir. Sən yol marşrut getdi. Mən o marşrut Zarafatla demirdim. Yox, dilim ağzım deyəndəki lap yenidir deyəsən. Yeni baş verib. Çıxmış da sizin də qabağıma bu video. Nə bilim buna nə reaksiya verək? Nə deyə bilərik? Heç nə deyək? A few moments later. Gününüz xoş getsin. Efirdə biabırçılıq. Bu nə biabırçılıqdır belə? Hava haqqında məlumatla mən Səbinə Akif qızı tanış etdim. Gününüz xoş getsin, salamat qalın. Gününüz xoş getsin, nə? Xəbəri yoxdur ki, efirdədir. Ayda. Gününüz xoş getsin, nə? Qəsdən söndürməyiblər yəqin ki. Bu harda olub? Bu neçinci ildir belə? Köhnə olub məncə. Efirdə maraqlı anlar. Çok iddialı diye. Bu gələcək irəli. Gelecek ama. Ha, adam korku, ehtiyat. Qaqaş özündən şübhələndi. Bu deyir gedəcək qabağa. Toyuq budu üstündə qətl. Ağır qətl. Bu nədir belə? Toyuq budunun üstündə özdə. Qardaş qardaşını toyuq üstündə bıçaqlayaraq qətlə yetirib. Mübahisə zamanı qardaşına kürək nahiyəsindən bir bıçaq zərbəsi vurub. Soqqan itirdiyi nəli hadisə yerindəcə ölüb. Toyuğun bu tərəfini yemişdi, bu tərəf mənimdir. Mən həmişə ona demişəm ki, mənim toyuq pişəndə bu evdə bu tərəfini əl vurma. O da acığımdan götürdü, yedi, mən də vurdum da, yəni. Bu tərəfini heç kəsə bilmərəm, qardaşım da olsa. Qalan yerlərinin problemi yoxdur, amma bu tərəfi mənimdir. Düz hərəkət eləməyib də.
Bu tərəfi məncə bunun olmalıdır. Bu qaqaşın olmalıdır bu tərəf. Elə yaxşı eləyib vurmusan. Nəyə görə bu tərəfini almalıdır? Həmişə deyirsən mən yemişəm, sən yeməlisən də bu tərəfini. Özdə bu tərəfi dadlı olur ha, ona görə bıçaqlayaram. Efirə anidən gələn fotoqraf aparıcını qorxutdu. Fotoqrafın məqsədi nədir? Bu deyəsən efirə verməyiblər. Reklam arasında olub bu. Həqiqətən görəsən fotoqraf elinə qaçdı. Efirdə gülməli anlar. Simişka xəstəxanası nədir? Belə bir xəstəxana da var, yoxsa təzə yaranıb? Gün getmişəm, zəng gələn maraqlarla göz yaşı tökmüşəm. Bir Allah bilir, Semişka. Semaşko. Zahir Baxşəliyev bunların səhvini düzəltməyə çalışır, bunlar yenə də anlamayacaq. Pullarımı dərmanladım, xarab olmasın. Sayıb, sərib, səhmanladım, görən olmasın. Yanından onun ötməsin. Yerlər onu sovurmasın. Yenə gəldi istədiyimiz şeylər. Belə şeylər lazım deyə bu vaxtı. Çöldə yağış yağır. Baş, bu baş. Dana baş, yavaş. Dana baş yavaş. Kimə dedi bunu? Ey dazbaş. Harda pul var, orada baş. Özümdən şübhələndim. Ya dazbaş dedi. Günlərimi bellədim. Günlərimi bellədim. İçinə su tökdüm, böyütdüm, hasarladım, kəhərlədim, mindim. Valla bu şeirdən çox nağıla oxşadı. Deyir, güllərimi bəllədim, içinə su tökdüm, hasarladım. Nə bilim, gül meyvə verdi. Ay gün şəxsən sənə yazmışam bunu mən. Sənə həsr eləmişəm. Sənin gözəlliyin ağlıma alır. Gözlərim sənin üçün yollarda qalır. Günbəgün ürəyimə salır meyil. Sənin gözəlliyin, ay ömrüm günüm. Qaqaş öz yazıb bunu. Halal olsun da yəni. Qəşəngdir. Danışdırsan, dindirsən, nə olar? Bir kəlmə deyil, sevirəm, nə olar? Qurban sözlərinə, ay ömrüm günüm. Məncə sevmirsə də sevirəm deməli idi. Qaqaş əziyyət çəkib şeir yazıb. Canlı efirdəyəm və gülməmək üçün maksimum performans göstərməyə çalışıram. Bax, gözəl Nigar xan, buyurun. Məmmədov Elçin aerobika gimnastikası üzrə milli komandanın üzvü. Qaqaş da deyəsən mənə kimi hər şey güləndir. Ha, yorumlara baxıram. Bir yazıb ki, ağlayır Qaqaş. Qaqaş gülür yoxsa ağlayır. Qaqaş özünü güclə saxlayıb ağlamamaq üçün. Sən necə arıqsan deyə sənin burnun belə görür. Kökəlsə, üzün biraz kökəlsə, sən burnun yaxşı gör. Sənin qulaqlarına biraz əl gəzdirmək lazımdır Qulaqlarını biraz əl gəzdirmək lazımdır məncə. Qulaqlarını necə əl gəzdirəndə nə olur ki? məncə. Ama sevən səni elə belə də sevəcək. Ay, sevgi görünüşə baxmır ki. Qız tapmamısan özünə? Şurası da yoktu da severim. Harda? Aa, mikrofon. Mikrofon ver ona. Mikrofon verin. Həyəcanlı anlar gəldi o şey. Şükür yenə qız tapıb özünə. Tapıb. Gəl. Milsiyə bax. Qız tapmışam özüm. Harda? Köhnə tema. Bardı. Besdi də. Bəli. Hansı pulla? Pensiya alır. Pensiya alırsan, onu barda xərcləyirsən. Onu bəli. Az xərcləyirəm də, amma çox. Bəli, necə də bəli deyir. Elə bir yaxşı yerə gedib xərcləyir. Tək adam da yaşayır özü. Yenə çay içməyə. Gözəl yerlər Xeyr, var. çay xeyr. Şəhər kənarında çay yerləri var, nə bilim, əyləncə Yox, məkanları çay var. içməyə getməmişəm. Biraz da barda bəyəm çay içir. gedirəm. O birisi bar idi. Barda deyir, çəkmiyor, o birisi var. O birisi var, elə deyir ki, qaqaş. Nə vardı oraya elə? Təzə barda çay vermirlər. Xeyr, buradan. Sənə kim gələcək? Bütün gün barlardasan. Hansı qız gələcək sənə? Mən evlənsəm getmərəm bara. Bir evlənsən, bara getməyəcəm. Dedin ox tapmışam bardan qızda. Nə dərsən? Var. Getdi də, o baş şey problem oldu. Biri də vardı, Ergiz mənim. Aktar o nə oyundur belə? Qaqaş necə belə ürəklə danışır? Bir amcı utanma da yoxdur. Yəni bir damcı belə olsun. Elə danışır ki, elə bir bomba şey eləyibdi, yəni. Allah başına dönümsən. Sonra bizə nə boyda? İşdən çıxıb o. Neçə yaşı var? Yaşını öyrənməmişəm, adını bilirəm. Adı nədir? Mələk. O bəlkə 50 yaşı var. Mələk gələr üstümüzə ki, mənim adım. Yaşın bilmir. Kimdir, nəçidir bilmir. Əvvəl deyir barda işləyir. Uzun müddət deyir barda çalır. Adını necə soruşur? Mənə maraqlı gəlir. Yaşını bilmir. Həqiqətən harda yaşadığını bilmir. Adını necə bilir? Nə tər soruşur be? Efirdə utanmayan qıraqda hər şey eləyə bilər yəni. Bu da efirlərdə baş vermiş ən maraqlı və ən gülməli hadisələri bir yerə topladım, sizə təqdim etdim. Yəni reaksiya verməyə çalışdım. Yəni ki, ümid eləyirəm xoşunuza gəldi video. Əgər video xoşunuza gəldisə, videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Sona qədər izləyənlər var olun. Yenə deyirəm, əgər sual-cavab videosu çəkmək istəyirəm, suallarınız varsa bu videonun altına və ya post bölümünə yaza bilərsiniz.
Gələn videolarda görüşmək ümidilə. Sağ olun, sevilirsiniz. Like at.